Herkese salam. İşten gəldim və qərarı aldım ki, bugün kartof pürəsi hazırlayım. Tez 4 ədəd kartofu soydum, doğradım, qoydum qaynamağa. Elə buradaca qərar verdim ki, yox, bu kartof quru-quru getməyəcək. Soyuducu neşələdim, gördüm ki, az da olsa toyuğun döşəti var. Onu da bu qaydada doğrayıb ədviyyatlarla qarışdırdım. Sarı kök, pul biber, qara istot, duz və biraz da o dadı versin deyə sarımsaq rəndələdim. Hətta biraz da yaxşı dad versin deyə azca da kəklik otunu ovuşdurdum, biraz da zeytun yağı əlavə edib, yaxşıca qarışdırıb gözləmə rejiminə göndərdim. Kartoflarım bişənə yaxın 2 soğanı doğradım. Burada da yaxşıca duzladım, zeytun yağı da əlavə edib ocağa göndərdim. Ardın qırmızı biber, 2 yaşlı biber də doğrayıb, duzlayıb, zeytun yağı ilə qovurdum. Soğanlarım qızılı görüntü alınca bir hissəsini götürüb qoyuram kənara. Biberlərim də istədiyim görüntünü aldı. Onları da yığdım bir kənara. Hazırladığım döş ətini elə o həmin yağda yaxşıca bişirdim. Kartoflarım hazırdır. Qara istot, sarı kök, duz əlavə edib yaxşıca əzişdirdim. Soğandan ayırdığım o bir hissəni kartoflarla birlikdə əzdim. Biraz da ocaqda yağa saldım ki, tam pürəlik olsun. Döş ətim də hazır olanda biberləri və soğandan götürdüyüm digər hissəni də əlavə edib ocağı söndürdüm. Servis edəndə düşündüm ki, bu yeməyi nə ilə yesəm tam olar. Bir də baxdım ki, qırmızı soğan gözümə məni götür ye deyir. Onu da əlavə etdim və nəticə möhtəşəm idi. Bəlkə də inanmayacaqsınız, amma bu dadı hiss edəndən sonra öz-özümə dedim, vallah məndən nəsə olacaq. Hətta düşündüm ki, kaş ki ikinci ixtisas seçimimi şef poverlikdən yana istifadə edər. Əziz izləyicilərim, dəstəyiniz mənim üçün çox önəmlidir. Abunə olun, bəyənin və rəylərdə fikirlərinizi yazın ki, mən də şad olum. Göz haqqınızı da halal edin. Hələlik.